Tümen vilayətində ilk dəfə neft-qaz geologiya xidməti üzrə ad qazanmış bütün Rusiya Federasiyasının elə bir ən çörəkli yerlərinin biri, onların büdcəsini dolduran yerlərdən biri neft-qazdır ki, onun yaranmasının bir nömrəli səbəbkarı bizim hörmətli həm yerlimiz, bizim qəhrəman Azərbaycan övladımız Fərman Salmanov olmuşdur. Həmən Fərman Salmanov ki, o qədər xidmətləri sahəsində onu gətirib, deməli, ən axırda mən orada olanda neft-qaz geologiya üzrə Rusiya Federasiyasında nazir müavini təyin etmişdilər. Ondan da artığına layiq idi. Onun xidmətləri ondan da artığına belə hörmət edirsiniz. Yəni, Azərbaycanlıların hələlik Rusiya Federasiyasında gördüyü xidmətlər budur. Mən indi məğzi gətirirəm ki, bugünkü müsahibəmin məqsədi nədir? Bugünkü müsahibəmin məqsədi doğrudan da biraz məni bir Azərbaycanlı kimi həm düşündürməyə vadar elədi. Həm də fikirləşdim ki, bəlkə biz biraz bu məsələyə biraz geniş miqyasda, belə hər tərəfli baxıb və bir dövlət başçımıza və aidiyyəti qurumlara çıxaraq köməklik istəyək. Məsələ nədən ibarətdir? Bizim həm yerimiz Samux rayonunun Qarayerik kəndində, qəsəbəsində anadan olmuş Dadaşov Emil Yahyaoğlu haqqında məlumat vermək istəyərdim. O, 1975-ci ildə Samux rayonunun Qarayerik qəsəbəsində anadan olub. Azərbaycan vətəndaşıdır. Demək, 2000-ci ildə Surgut şəhərində yaşayıb və orada ailə həyatı qurub. Onun həyat yoldaşı Qazax Almanıdır. Qazax Almanıdır. O, 2002-ci ildə onun bir qızı dünyaya gəlir, 2006-cı ildə bir oğlu dünyaya gəlir. Özü də fəhlə işləyə-işləyə, Surgutda fəhlə, neft, qaz, belə götürək, orada belə gedir də, məsələn götürək, Kaqalımda yerləşir Lukoil, mərkəzi Lukoil orada yerləşir. Lukoil bilirsiniz də, Lankepasda, Urayda, Kapaçıda, Kaqalımda çıxan neftlərin birliyindən yaranan bir qurumdur Lukoil. Onun da rəhbəri bizim həm yerimizdir Vahid Ələkbərov. Həmən qurumların birində fəhlə kimi çalışır bizim Emil qardaşımız, Yahyaoğlu. Demək, bunun iki övladı olur. Surgut şəhərində Fərman Salmanov adına lisey var. Həmən lisey deyəndə uşaqlar da məktəbə götürürlər, gimnaziya götürək. Demək, hər uşağı ora qəbul eləmirlər. Ancaq savadlı seçiləndən sonra onları ora qəbul edirlər. Belə olur ki, Emil Yahyaoğlu'nun övladlarının ikisini də ora qəbul edirlər. Qəbul eləyəndə 5-ci sinifə çatanda onun qızı adı Alinadır. Alina 5-ci sinifdə oxuyanda oranın gimnaziyanın müəllimləri görür ki, bu uşaqda o qədər fitri istedad var, dərsindən də 5 alır. Əsas o deyil, bu uşağı artıq burada Fərman Salmanov adına gimnaziya saxlamağı xeyri yoxdur. Bu uşaq qabağa getməlidir. Rusiya Federasiyasının özlərinin öz qanunlarına görə bir-birinə xəbər verirlər və həmən uşağın danların Moskvaya, Peterburqa lazım olan mərkəzi yerlərə göndərirlər ki, belə bir fitri istedadlı uşaq var, Alina adlı. Bunlar götürəndə Emqu boynuna götürür ki, bəs bizdə lisey var, biz götürdük. Dövlət Universiteti. Sonra dalım sıra Bauman adına Dövlət Universiteti. Deyir, bizdə də lisey var, nəzdimizdə fəaliyyət göstərən lisey var. Fizika, riyaziyyat üzrə lisey gedir orada. Qoy orada da oxusun. Onlar da bir də Dalini Prudnoy orada universitetində də onlar da dəvət edirlər. Sankt-Peterburq da dəvət edir. Sankt-Peterburq şəhərindən dəvət edirlər ki, uşağı biz qəbul edirik, uşaq bizdə oxusun. Lakin ailəsinlə belə razılığa gəlirlər, uşaq Moskvada oxusa daha yaxşıdır. Uşaq, deməli, Alina gəlir, Bauman adına, Bauman Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən liseyə daxil olur. Deyilənlər
artıq sözdür, həmən universiteti yeganə uşaqçı qızıl medalla qutarır. Liseyi qutarandan sonra onu orada istəyirlər, yenə də MQUDA, Moskva Dövlət Universitetində, Bauman'da saxlasınlar bütün şeylər. Amma Alina onların heç birisinə qulaq asmayaraq, Alina deyir ki, mən özümün sevdiyim ixtisas üzrə oxumaq istəyirəm. Alina 2019-cu ildə özünün 17 yaşında sənədlərini verir. Deməli, belə gedir. Moskva Fizika Nüvə Təhqiqat İnstitutuna verir sənədlərini. Moskva Fizika Nüvə Təhqiqatlar İnstitutuna verir sənədlərini. Moskva, MİFU gedir orada belə. Moskva Fizika Nüvə Təhqiqat Universitetinə sənədlərini verir. 2019-cu ildə ora heç soruşmadan onların savadını görərək Alinanı qəbul edirlər. Alina 2023-cü ildə, 4 ildən sonra deməli, fizik, nüvəsi, kosmoloq ixtisası üzrə bakalavr fərqlənmə diplomu ilə həmən universiteti bitirir. O bitirəndə universitet rəhbərliyi istəyir onu saxlasın orada. Amma Alina qalmır. Qalmır. Deyir, mən savadımı artırmaq istəyirəm. İnkişaf elətdirmək istəyirəm. Bu azdır mənim üçün. Alina orada magistraturaya daxil olur Moskvada. İndi hal-hazırda 2-ci kursa keçir. Deməli, belə götürək, Rafael Kosti gedir də BMT-də Nüvə Təhqiqatlar, belə götürüm, institutunun deyim rəhbəridir. Rafael Kosti deyəsən, tez-tez görürəm, bəlkə də adını səhv deyərəm. Amma bilirəm, Rafael adı düzdür, Kosti səhvdir, düzdür. İndi harada səhv olarsa ona görə üzrxahlıq edirəm. BMT-nin yığıncaqlarında Azərbaycanın heç vaxt adı olmuyor. Çünki Azərbaycanın güclü ixtisaslı kadrları bununla əlaqədar olmuyor. Alina magistraturaya daxil olan ili Moskvada Alinanı deməli belə eləyək, xahiş edib qəbul edirlər üzvlüyə Dubna şəhərində 1956-cı ildə yaranan BMT-nin nüvə deməli Dubna şəhərində nüvə təhqiqat mərkəzi deyilən bir yer var. Ancaq BMT-yə tabidir. Durum deyim Moskvaya prezidentə yox. BMT-nin tərkibində 1956-cı ildə yaranan, onların da rəhbəri, həmən mərkəzin, təhqiqat mərkəzinin rəhbəri, nüvə təhqiqat mərkəzinin rəhbəri Nazim Hüseynov adlı bir Azərbaycanlıdır. Alinanı dəvət edir, ora üzvlüyə yazır. Məndə olan məlumata görə hələlik Dubna şəhərində yerləşən nüvə təhqiqat mərkəzinin özünün öz ailəsi var. Həmən ailənin tərkibi 27 ailədən ibarətdir. 27 ailədən ibarətdir. Sadəcə burada maraqlı nədir? Nazim Hüseynov, hörmətli bizim alimimiz, Alinanı qəbul eləyəndə onun savadına da, magistraturda oxuyub, 1-ci kurs qutarıb, 2-ci kursa əlasıdır özdə. Qutarmağınla uşağın gələcəkdə daha irəli addım atacağını görərək, onun gələcəkdə güclü perspektivaları olduğunu nəzərə alaraq, bizim hal-hazırda Bakı Dövlət Universitetində 27-si noyabr, bu 27-si noyabr, bu ilin 2025-ci il tarixdə Bakı Dövlət Universitetində nüvə, belə götürək, elə gedir, nüvə təhqiqat nüvə konferansı keçirilməlidir. Belə bir şey olmalıdır Bakı mərkəzində. Bu olmalıdır. Bu konferans gedir Beynəlxalq Nüvə Konferansı adı altında. Burada yəqin ki, nüvə məşğul olan kosmoloqla, nüvə kosmoloqla məşğul olan fiziklərimiz yəqin dünyanın bütün ölkələrindən Azərbaycana gələcək. Onların məndə siyasi var. Hamısını göndəriblər. Daha ki, burada kimlər iştirak edəcək? Bunlar mənə lazımdır. Mənə lazım olan bizim 22 yaşlı balamızın savadıdır. O, bura gəlməmişdən qabaq ona burada əvvəl vətəndaşlıq verilib. Bilirsiniz də, o indi hal-hazırda Rusiya vətəndaşıdır. Atası Azərbaycan vətəndaşıdır. Alina Azərbaycanda olub indiyə kimi. O gələndə Bakı şəhərində olub, Samıqda olub, Göygöldə olub. Göygöl düzdür.
Göygöl kimi xoşuna gəlmir. Göygöl hamısından xoşuna gəlib və o indi də istəyir ki, Göygöl'ü Azərbaycanda yaşasın. Səbəb nədir? Alina bilir ki, magistraturanı qutarandan sonra gələcəkdə onun perspektivası olmayacaq. Niyə?